Herkese salam, kanalıma və yeni vloguma xoş gəldiniz. Necəsiniz? İnşallah ki yaxşısınız. Hello, herkese günaydın. Dın dın dın. Necəsiniz əzizlərim, əziz və hörmətlə dəyərli, gözəl izləyicilərim? Bəli, biz bildiyiniz kimi artıq Çindəyik və bugün isə sizinlə bərabər mən nə edirəm? Çini gəzirəm, vlog çəkirəm. Çindəyik vlogu çəkirəm. Bəli, doğru eşitdiniz. Tamamilə həqiqətdir bu. Hal-hazırda qızlar biz Çində, yəni Çin ölkəsində, Center şəhərdə yerləşən bir gözəl kirayelik evimizdəyəm demək istəyirəm. Bəli, elə eşitdiyiniz kimdir qızlar? Biz buradayıq. Burada mən bilmirəm heç nə edirəm. Səsdə yenə problem var. Həqiqətən çox üzürlü sayın. Heç bir olmasınız. Əlbəttə ki, mən də istəmirəm. Mənim üçün də çünki əlavə və sairə problemlər yaranır bu zaman. Gördüyünüz və eşitdiyiniz kimi. Okay. Onu nəysə boş verin. Rus'a görə hər şey deyər məncə. Nə edirəm ay qız mən burada? Vay vay. Rezil etdin baba. Nəysə boş verim. Saat bugün qızlar 11-də oyanmışıq. Dünən saat deməli 12-də çatdıq biz Çinə. Saat 1-də bu yaşadığımız evə çatdıq. Biz elə yerləşəni, bu evə baxanı, gəlib çatan elə saat 3 oldu qızlar. Yemək yedi burada. Bir-iki şey gətirmişdik özümüzlə evdən. Onları yedi elə dünən. Elə saat 5 saat elədik. Sonra biraz istirahət elədik. Telefona falan baxdıq. Dincəldik, elədik. Elə belə buranın parkında hava. Və günümüz belə keçdi dünən. Dünən bir çox elə də bir şey eləmədi. Sadəcə baxdıq və hava aldıq, gəzdik. Çin havasını qəbul etdik. Çox gözəl. Çünki dedim ki, bəs mən səhər vlog çəkərəm. Çin vloguna görə çox sağ olsun. Mənim dayım qızı həm də yəni rəfiqəm olan, yəni podruqam, deməli Aysel mənə dedi ki, yaxşı, okey, problem deyil canım, təşəkkür edirəm. Və bu gün qızlar biz saat düz 11-də oyanmışıq yuxudan, təsəvvür edirsiniz. Elə oyanan kimi də elə əynimizi geyinmişik, keçinmişik, saat olub 12, yemək yeyir. Yemək yeyib isə qızlar çıxacağıq şəhərə artıq gəzməyə və baxmağa çox maraq olacaq günümüz, bəli. Bəli qızlar, hal-hazırda isə biz yeməyimizi, yəni biraz öncə yedik, bitirdik və həmən nə etdik? Gəldik bura. Hal-hazırda deməli saat normal olaraq 2 tamamdır. Biz bura çatdıq. Deməli qızlar, burada belə bir yerə gəlmişik Çində. Burada deməli nələr satılır? Burada mochi satılır, matcha satılır, bubble tea falan belə şeylər satılır. İndi hər birini sınayacağıq. Hər birini sizlər üçün göstərəcəm. Çox fərqli və maraqlıdır həqiqətən. İnşallah hər birini siz də bəyənəcəksiniz. Buna əmin oluram. Gəlin baxaq görək nələr var, nələr yoxdur. Meraklı, devam ki. Çindəyik. Bu arada isə bu yadıma düşmüşkən deyim. Kanalıma abunə olub, videoma like atıp və qıza yorum yazmağı da unutmayın. Aha, burada qızlar çox gözəl mənzərələr həqiqətən, layihələr falan var. Çox gözəl, yəni bir mənzərə ilə qarşılaşmışıq. Buna inana bilmirəm bəlkə də. Keçən fotosesiya falan elədim. Paylaşdım hər birini, narahat olmayın. Aha, okey. İndi gəldik bu mochi falan. Burada xanım mənə bir dənə deməli bubble tea yeni model olan bubble tea növlərin mənə məsləhət görür. Bilmirəm alım yoxsa almayım. Dayım qızı da Aysel mənə deyir ki, alaq gəl. Və dayım qızı Aysel şəxsən bir dənə özü üçün alır. Mənə dedi ki, evdə dadına baxarıq. Okey, mən də razıyam. Yəni ki, onu aldıq qızlar. Sonra baxın burada nələr var. Mən sonra meyvələrə falan baxıram. Burada yəni Çin meyvələrinə. Burada hətta belə çox gözəl, iri, hətta necə deyim, iri, böyük alça boyda olan yaşıl deyirlər ona, ağda deyən var. Yaşıl üzüm tapıram. Bu üzümlər bayağı bir trenddir. İstədim ki, alım və aldım. Üzərində zaten çox üzüm var idi. Qiyməti ucuz idi, yəni münasib idi. Narahat olmayın. Aldım. Sonra burada mənə xanım ikinci bubble tea-ni deməli düzəltdi. O da dondurmalı idi, dondurmalı. Yəni üzərində qəşəng bir dondurma var idi. Sonra üçüncü bubble tea-ni elədi. Köpüklü falan elədi. Çox qəşəng oldu. Əslində indi də sonra mənə deyir ki, bəs ala 4-cü bubble tea-ni də sən özün et. Yəni bu mümkündür. Burada isə hal-hazırda mən 4-cü bubble tea-mı özüm elə hazır şəkildə özüm öz əllərimlə hazırlayıram. Kremli, kakaolu və belə bir şokoladlı çox gözəl bubble tea etdim. Bubble tea. Necə deyirlər bilmirəm. Bilirəm əslində prosto bir dəqiqə sinirlərim bozuk. Aha, 4 dənə bubble tea aldıqdan sonra bizim durum işte. Zarafat edirəm. Bu dəqiqətən çox gözəl oldu. Ümumiyyətlə bütün bubble tea'lərin hər biri çox mükəmməl oldu. Dadları da super idi. Və hazırladım özümkünü də. Bu da əlaydı. Bəli, mükəmməl, super. Yenəm ki, məncə dəyər əlbəttə. Bəyəndim. Burada marshmallow var. Bu marshmallowlarda sınamaq istədiyim üçün sınadım bu marshmallowlarda. Maraqlı idi dadları həqiqətən.
Burada ballı marshmallow da vardı. Ondan da aldım və hətta şokoladlı da içərisi çərəzli olan bir qəribə şokoladlar vardı. Onlardan da aldım çünki onlar çox maraqlı və dadlı idilər. Bunlar bubble tea'nin içərisində istifadə olunan ərzaqlardan biridirlər, trenddilər. Marshmallowlu bubble tea də var bu arada deyim. Siz də bilmiş olun əzizlərim. Bəli, maraqlı. Hətta mochi də var idi. Mochi də çox gözəl idi. Sınadıq bayaq. Bu isə qızlar bizim Çində gəldiyimiz və həzətlərinə baxdığımız ilk mağaza idi. İstədim fotosunu çəkim paylaşım sizinlə. Bu isə qızlar Çində gəzdiyimiz və gördüyümüz ləzzətlərin dadına baxdığımız ikinci məkan. Burada qızlar sadə cupcake-lər idi və meyvə şirələri idilər. Sadə qazlı da vardı, qazsız da meyvə şirələri idi. Məncə burada fərqli və maraqlı bir şey yox idi. Bunlardan zaten Azərbaycanda da var. Düzdür, o biri məhsullardan Azərbaycanda var, amma orijinal deyil də, yəni Çinin özünə məxsus olan onlar. Ona görə də bunların cupcake-lərini də sizin üçün çəkməyi, yəni bir o qədər də yaxşı bilmədim. Meyvə, qazlı və qazsız meyvə şirələrində zaten gördünüz. Bu arada burada uşaqlar üçün sürüşməyə və əylənməyə də super bir yer var idi. Biz gəldik qızlar 3-cü məkanımıza. 3-cü məkan da çox maraqlı və fərqli bir məkan idi. Həqiqətən Çinə layiq bir məkanlardan biri idi. Demək olar ki, ikinci yerdə ən sevdiyim məkan Çində bu vlogda gəzdiyimiz məkanlardan elə bu oldu. Çünki çox gözəl bir şeylər vardı. Həqiqətən Çin vibe var idi. Hətta bir xanım orada mənə Çin dilində dedi ki, mən onu translate edim, sizə deyirəm. Dedi ki, bəs bura turistlər üçün daha özəldir. Yəni turistlər daha çox gəlir. Buranın turistlər falan çox sevir. Mən də Çində bir turistəm demək. Hətta xanım bildi ki, mən Azərbaycanlıyam. Çox sağ olsun. Mənə bir suvenir, estetik bir əşya da verdi şam olaraq. Çox sağ olsun. Çox təşəkkür edirəm turist olduğuma görə, Azərbaycan turisti olduğuma görə əlbəttə ki. Bəli, burada bizə ilk öncə dəstgah verdilər, çay dəstgahı və belə maraqlı şirniyyatlarla falan. Çinin özünə məxsus fərqli şirniyyatlar var. Çox dadlı və ləzzətli idilər onlar da. Sonra burada mənə isti, acılı, yəni necə deyim, biber çorbası verdilər. Yəni dəhşət acı idi, yəni. İnansız mən ondan 3 qaşıq yedim. O qədər, yəni 3 qaşıq yedim, amma 4 stəkan su içdim həqiqətən. Vay bir şey idi. Yeyə bilmədim hətta. Sonra burada qızlar belə maraqlı, yəni toz halında çorbalar var, yəni şorbalar vardı. Bunlar mən neyinirsiniz? Tökürsüz, birazca da bunun sosu var. Sosa qartırsınız və olur beləcə deyim, qəribə bir şey, şorba. Maraqlı bir şeydi və mən hal-hazırda bu ikisini denedim. Biri acılı idi, biri isə təbii otlu idi. Hər ikisi qəşəng idi. Acılı olan yəni çox acılı idi. Onu yeyə bilmədim bir o qədər. Amma otlu olanı, yəni bitkili olanı yedim əlbəttə. Sonra düylü olanı vardı. Düylü olan dadını bir o qədər bəyənmədim əslində. O da normal idi belə. Yəni bu şorbalarda belə getdi qızlar. Bu arada soslu idi. Sonra gəldik, burada belə bir şey vardı qızlar. Ət idi, nə ət idi deyə soruşsanız, heç bir fikrim yox idi. Sonradan bildim ki, bu deməli xərçəngin içərisi, içi imiş. Çox iyrənc. Amma dadı normal idi əslində. Biz indi elə yeməkləri bəlkə də bəzilərimiz yeməmişik. Ona görə də deyirik ki, ay nə bilim pisli qəribədir falan, amma əslində bir o qədər də pis deyillərmiş, normal yemirlərmiş. Ona da sos töküb verdilər. Qızlar, deməli nə tapdıq? Burada belə bir çiğ köftə var idi. Çinə məxsus çiğ köftə. Dadlı idi, yəni normal idi. Həyatımda ikinci səfərdə ki, çiğ köftə yerdim. Yəni normal çiğ köftə idi. Sonra krevetka verdilər. Krevetkanın dadı mükəmməl idi, yəni super idi. Sonra mən nə tapdım sizcə burada qızlar? Qanad, bəli. Bildiyiniz toyuq qanadı. Çinlilərdə bu toyuq qanadı çox məşhur imiş. Yeyirlər onlar. Hətta ən sevimli yeməklərindən biri imiş. Bahalı idi bu arada. Daddan normal burada, yəni yediyimiz toyuq qanadının dadını verirdi əlbəttə. Sonra qızlar burada fərqli, yəni çox gözəl hər şeyin set halda olanı var idi. Məsələn, var burada xəncəl seti var, sonra var, nə bilim, krevetka seti var, sonra toyuq qanadı seti var, tərəvəz seti var və sonra kabab falan. Yəni belə qızlar, super idi hər şey. Növbəti 4-cü məkanımız isə Çin bazarı idi. Həqiqətən burada o qədər gözəl idi ki, yəni hər şey tapa bilərdiniz. Demək olar da yəni Çinə məxsus. Çox fərqli və maraqlı idi həqiqətən. Buranı da bəyəndim. İndi baxaq görək burada nələr var. Qızlar, burada belə bir çay məkanı var idi. Qəşəng belə güllü falan Çinə məxsus qəşəng şirniyyatlarla yedim, içdim, qəşəng idi. Sonra burada belə bir aksesuarlar vardı. Hətta mən bunlardan birini aldım, at formalı olanın. Bu il at ili olduğuna görə istədim ki, evə qoyaram, dedim, maraqlılar. Burada bazarda biri xırdavat məhsullar satan yer idi. Yəni necə deyim, cehizli idi. İkincisi isə həmin o kafe shop idi, çay məkanı falan. Üçüncüsü isə bura geyim mağazasıdır. Çox bəyəndim. Bu geyimlərdən nələr aldım? Bir dənə bu əynimdə gördüyünüz ağ şalı aldım, bir də çətir, bir də yelpiy aldım. Pis o qızlar. Bəsimdir. Qoy yadigar qalar. Həm də bəzən ola bilər ki, kombinlərimdə, yəni gözəlliklərimdə lazım olsun. Sonra qızlar kosmetika mağazasına gəldim. Burada qəşəng belə allıq aldım, far aldım özümə. Belə yəni bunlarda necə deyim, çox qəşəng formaları var da, yəni qədimdən nənələrimizin kosmetikalarına bənzəyir, hətta belə deyim. Çox gözəl idilər. Mən deməli 3-4 dənə allıq aldım, 2 dənə allıq aldım, 2 dənə isə far, bir də fırça aldım, tək fırça.
xoşuma gəldi, aldım. Qızlar, çox böyük arzularımdan biri olan bu körpünün üzərində şəkil çəkdirmək olub demək olar bu Çində və şükür Allaha ki, Allah mənə nəsib etdi və mən bu Çinə gəldim, bu körpünü gördüm və bu körpünün üzərində çox qəşəng şəkillər çəkdirdim. Hal-hazırda isə qızlar buradayam. Bura isə restorandır, gəmiüstü restorandır. Yəni bildiyiniz sahilin ortasında, dənizin içərisində, gəminin içərisində çox gözəl bir Çin restoranı. Burada isə qızlar bu xanım çox gözəl bir ifa edir. Çin musiqi alətində, yəni saz tart deyirlər bizdə buna. Mən sizə rəqs edərəm, gördüyünüz kimi. Qızlar, bura isə qəşəng xəncər məkanı idi. 3 növ burada xəncər var idi. Üçünü də yedim. Bir dənə də bükmə var idi, 4 növ deyə. Yedim, çox dadlı idilər. Gördüyünüz kimi elə də burada da göstərirəm sizə. Yəni 5 növ xəncər növünü yemək super. Sonra isə qızlar burada bir Çinli bir xanım tapdım və onunla gözəl bir şəkil çəkdirdim. Dedim qoy deyim, burada Çində olan bir gözəl xanımı tapıb ona şəkil çəkdirim, yadigar qalsın. Xanımla tanış oldu. Xanım ingilis dilini bilirdi bu arada və mən sonra ingiliscə danışdım. O da anladı, çox sağ olsun və şəkil çəkdirdik. Burada belə bir şey tapdım. Şamlar, yəni Çinə məxsus şamlar satılırdı. Bunlardan da aldım güllüsünü. Çünki çox sevirdim buranı. Sonra burada belə gəldim belə bir yerə. Burada bükmə yeyirəm. Sonra qızlar gəmiyə mindim. Sahildə gəmi sürürəm. Lötkə, bəli. Sonra isə belə bir şey. Burada deməli gördüyünüz kimi lötkə sürürəm. Belə qızlar. Deməli bugünkü Çin vloqumuz bura qədərdir. Özünüzə yaxşı baxın. Kanalıma da abunə olub, videoma like atıb və qıza yorum yazmayı unutmayın. Sizi çox sevirəm. Gələn vloq Adək. Bəli qızlar, sağollaşmaq vaxtıdır. Bu vloqumuz bura qədərdir. 11 dəqiqə 20 saniyə falan alındıra bildim. Sağ olun. Bye. Gəlin görüşərdək.